1 iyul Azərbaycanda Bakılılar günü kimi qeyd edilir. Rəsmi şəkildə qeyd olunmasa da Bakılılar özləri yarı zarafat, yarı ciddi belə bir günün olduğunu iddia edirlər. Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərinin sakinlərinin onların zəngin tarixi, mədəniyyətinə və şəhərin inkişafına verdiyi töhfələrə həsr edilir. Bakılılar qonaqpərvərliyi, zəngin mədəniyyəti, yumor hissi, şəhərə olan sevgisi ilə seçilir. Paytaxtdan danışarkən ilk öncə Bakı milyonçuları və ziyalıları, ruhaniləri yada düşür. Bakının ən məşhur milyonçuları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsa bəy Hacınski, Əsəd Aşurbəyov kimi şəxsiyyətlər yada düşür, tanınır. Bakı deyəndə bu görkəmli yazıcı şairlərin də adını çəkməsək olmaz. Əlyağa Vahid, Mikail Müşfiq, Vaqif Səmədoğlu, Ramiz Rövşən. Bakının dünya şöhrətli şəxsiyyətlərindən rəssam Tahir Salahov, Şamil Fəthullayev, o cümlədən dünya üzrə məşhur olan səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadə, şahmat ustası Qari Kasparovun adını çəkə bilərik. Bakı şəhərində bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunların içərisində 12-ci əsr Qız qalası, Gözətçi qülləsi kimi tanınır, Göz qülləsi kimi tanınır, qala divarları, qalanın ən yüksək hissəsində 15-ci əsrin əvvəllərində tikilmiş Şirvanşahlar sarayı, 14-16-cı əsrə aid Buxaralılar Karvansarayı, Atəşgah məqbərəsi, Yanardağ, Hindistanlılar Karvansarayı, Cümə məscidi və s. misal göstərmək olar. Bakının adını 2-ci Dünya müharibəsində də çəkə bilərik, çünki Bakı neftinin sayəsində SSR qalib gəldi. Əziz Bakılılar, gününüz mübarək olsun.